Salam dostlar. Biz bəzən öz futbolumuza baxanda nəsə çox böyük uğurlar görmək istəyirik. Amma biraz keçmişə qaydanda, yada salanda ki, SSR dövründə bizim hakü elədiyimiz bir dənə bürünc medalımız olub, Neftçinin əldə etdiyi və qonşulara baxanda görəndə ki, onların SSR çempionatlarında qələbələri, onların Avropa kuboklarında oyunları, uğurları və biz söz tapa bilmirik ki, biz necə ola bilər ki, onlarda bu qədər uğurlar olub, amma Azərbaycan futbolu demək olar ki, heç nə olmayıb. Bəli, son illər Azərbaycan futboluna böyük pullar yatırılır. Amma onların təsiri nədir? Biz yenə də baxırıq qonşularımıza. Latviya, Gürcüstan Avropa çempionatında oynayır. Özbəkistan dünya çempionatına çıxdı. Biz hələ də fikirləşirik ki, bizim ən yaxşı legionerlərimiz kimlərdir? Heyətdə oturub oyun gözləyənlər. Milli çempionatımıza da baxanda sözümüz yoxdur da. Bir dənə Qarabağımız var, ondan başqa futbolumuz heç nə.